Elə ki, şəhid yerə yıxıldı, artıq at üzərindən, minik üzərindən, ya elə ayaq üstə idi, şəhid oldu, yıxıldı yerə, artıq dünya ilə vidalaşır. Yer deyər, torpaq deyər, həmin o torpaq ki, insan onun üzərinə səcdə eləyirdi. İnsan onu dəyərsiz bilirdi. Həmin torpaq deyər ki, afərin o pak ruha ki, pak cisimdən, pak bədənlə vidalaşdı. Bu yer deyər bunu. Və yer deyər, innə ləkə ma la eynun rəət. Yer deyər həmin o şəhidə, deyər ki, həqiqətən də sənin üçün elə nimətlər var ki, Allah qatında heç bir göz onu görməyib. Və sənin üçün elə nimətlər var Allah qatında ki, bu şəhiddə də hazırlaşır, şəhid olur, can verir. Artıq şəhadət şərbətin içir, bu zaman yer ona müjdə verər, hansı ki, o yerin üzərində yıxılıb. Deyər, Allah sənə elə bir nimət bəxş eləyir ki, heç bir qulaq eşitməyib, o nimətin adını eşitməyib. Və la xətərə alə qalbi bəşər, heç bir bəşərin qəlbindən keçməyib o. Fikirləşə bilmir heç kəs o nimətin barəsində ki, Allah sənə nələr verəcək. Yəni, demək istəyir ki, ey bəşər, ey insan, sən nə qədər şəhid olmamısan, heç vaxt bilə bilməzsən şəhadətin dəyərin və şəhidə veriləcək məqamı heç vaxt dərk eləyə bilməzsən. Allah Teala buyurar ki, mən onun döyüş yoldaşların qoruyacağım. Hər kəs həmin o şəhidin özün şəhadət şərbətin içdi, məqamı böyüdür. Amma Allah deyər, o şəhidin ehtiramına mən onun döyüş yoldaşlarını da qoruyacağam. Və sonra bir söz deyir, həmin o şəhidlər və onların döyüş yoldaşları. Ayırmadı ya burada, deyir, çünki onların da niyyəti şəhadət idi. Onlar şəhid olmadılar, yaşayırlar. Onlar canlı şəhiddirlər, başqa sözlə desək. Onlar canlı şəhiddirlər. Mən o şəhidləri də, onların döyüş yoldaşlarını da, canlı şəhidləri də çox sevirəm. Hər kəs onları sevindirsə, məni sevindirər. Diqqət edin, bu hədisdir. Həzrəti Mövla Əli ibn Əbi Talib əleyhissalam şəxsən Peyğəmbər salavatıllahdan nəql edir. Hər kəs onları qəzəbləndirsə, Allah buyurar ki, məni qəzəbləndirir. Şəhidə verilən dəyərin bir qismi bir-iki hədisdə bu idi.